Salam kanal izləyiciləri, gəlin 82 nömrəli testin həllinə baxaq. M-in bərabərdir 18, FK bərabərdir 12. Bucaq NMF 30 dərəcə olarsa, MFK üçbucağının sahəsini tapın. NFK üçbucağının sahəsini tapmaq üçün biz bilirik ki, üçbucağın sahə cüsurlarından biri də 2/1 A olsun H-dır. Yəni, A üçbucağın oturacağın uzunluğunu göstərir. Balaca H isə üçbucağın oturacağına çəkilmiş hündürlükdür. Bu düsturlardan istifadə edərək biz misalın həllini davam edək. MFK üçbucağının sahəsini tapmaq üçün biz bilirik ki, FK'nın uzunluğu artıq bizə verilib. Yəni, üçbucağın oturacağın uzunluğu 12-dir. Kiçik h-ımızı tapmaq istəyirik. Kiçik h-ı da özümüz çəkək. N-dən aşağı hündürlüyü endirək. Olsun h nöqtəsi. Daha sonra biz bilirik ki, burada artıq bizə NMH üçbucağı əldə etmiş oluruq. Və bu üçbucaqda qaydaya əsasən biz bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı katet, yəni NH-ın uzunluğu N-in uzunluğunun yarısına bərabərdir, yəni 9-dur. Üçbucaq NFK bərabərdir 2/1 vurulsun 12 vurulsun 9. 12 ilə 2 ixtisar gələcək 6. 6 vurulsun 9 edər 54. Cavabımız 54-dür. Dinlədiyiniz üçün sağ olun. Kanala abunə olmağı unutmayın.